İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində azı 35 nəfər xəsarət alıb. Bu barədə Milli Tibb Xidmətinin direktoru Əli Bin bildirib. Onun sözlərinə görə 2 nəfərin vəziyyəti ağırdır. Digərləri qəlpələrdən yüngül və ya orta dərəcəli xəsarətlər alıblar. İsrail polisi bildirib ki, hazırda mina təmizləyənlər raketin düşdüyü yerlərdə işləyirlər. Məlumata görə Təl-Əvivin Maliyyə Mərkəzi, İsrail Müdafiə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Təl-Nov hava bazası, Hayfa bölgəsində bir neçə nöqtə və Qəzza sahilində qaz platforması zərbələrə məruz qalıb. Tehrana qarşı hərbi əməliyyata başlayandan sonra İsrailə cavab zərbəsi endirən İran bütün qırmızı xəttləri keçib. Bunu İsrailin Müdafiə Naziri İsrail Katz söyləyib. İran, İsrailin əhalinin sıx məskunlaşdığı mülki ərazilərindən raketlər atmağa cəsarət etməklə bütün qırmızı xəttləri keçdi. Biz İsrail vətəndaşlarını müdafiə etməyə davam edəcəyik, deyə nazir əlavə edib. Qeyd edək ki, İranın əks-hücum əməliyyatı Doğru Vəd 3 adlandırılıb və indiyədək İsrailə 150-200 raket atılıb.